Salam aleykum, hər birinizi salamlayıram. İnşallah maşını götürdüysə avtomatik testləri də gəlir. Birinci testim ondan ibarətdir ki, 2 gündür demək olar ki, bir 40-45 saata yaxındır ki, maşını sürmürəm. 70% idi batareya və yenə də 70% qalıb. Yəni heç bir itki olmayıb. Bu birinci testim idi. Açığı incə yoxlamaq istədim sizlə bir yerdə. Hal-hazırda çöldə 12 dərəcə istilik var. Yəni hələ şaxtalar zadı yoxdur, soyuqlar. Bu günlər biraz hava çöndü. İkinci testimdə nədən ibarətdir? Bir yerdə eləyəcək. Deməli, kondisioneri qoşuram. Məndən sual verirdilər ki, bunu biz necə eləyək? Ki, mühərrik xodlansın. Mühərrik xodlansın. İndi bir dənə bunu yoxlamaq istəyirəm. Bir yerdə deyirəm, yəni yoxlayırıq da. Ki, görüm ki, ya, ən maksimum hay, yəni ən güclü, ən çox istilik vuran qoşmuşam hay. Üçüncü sürəti qoşmuşam. Hal-hazırda benzin sərfiyyatımız 3.7-dir. Ki, görüm ki, xodlanacaq. Belə bilirəm ki, hə, qazı bassam xodlanacaq, amma onu istəmirəm eləyim. İstəyirəm ki, görüm ki, ya, peçi qoşmaqla özü mühərrik işə düşəcək, yoxsa bir təxminən 1 dəqiqə saxlayaq. Elə sekundamerə də baxıram. Bir 30 saniyə keçib. İstiliyə də bu arada baxaq görək necə vurur. Gəlin bir dənə elə eləyim ki, üzərimizə vursun. Heç nasıl hələ ki bunu, aha, ayo, əməlli başlı işsi vurur ha, dostlar. Mühərrik xodlanmasa da istiliyi əməlli başlı vurur. Bildiyimiz hələ bir ki fen. Yəni fen var ha. Evdə saç qurutmaq üçün feni qoşuruq. 32 dərəcəyə qoymuşam. 1% düşdü. Amma mühərrik xodlanmadı. Və gördüyünüz kimi sərfiyyat 4 kW'dır. Yəni 100'ə sanki 4 yeyir. Yox, xodlanmadı. Mühərrikimiz işə salınmadı. Bunu test eləmək istəyirdim. Qısa, çox qısa məlumat verdim. İnşallah ki, gəlin bir dənə qaz verək. Balaca bir ortaya kimi qaz verdik. İşə düşdü mühərrik. Idle Power Generation 8 kW. Mənfiyə düşdü. Niyə görə? Çünki hal-hazırda mühərrik batareyalarımızı şarj edir. Ona görə də elə bu xodda saxlamışam. İndi bir dənə polnu qaz verəcəm bilməyənlər üçün. Polnu qaz verdim. Amma yenə də yəni bu istədiyi belə deyim də dövrlər sayı qalxmadı mühərrikdə. O yüzden vəssalam. Bunu istəyirdim paylaşım. Kimsə mənə kimi bilmirdisə məlumat üçün deyim. İnşallah növbəti mərhələlərdə mən verəcəm bunun batareyaları haqqında məlumat. Yəni səhv eləməmsə dəqiq araşdırandan sonra yenə də deyəcəm. Səhv eləməmsə bunlarda LFP batareyalardır. Bildiyiniz ki, NMC batareyalar var, LFP batareyalar var. Misal üçün Çanqanlarda 70 Pro və 140 Pro'nun Çanqan A05'lərdən söhbət gedir. QN A05'lərdən başqa batareyalardır. Birində NMC-dir, birində LFP-dir. Hansı yaxşıdır, hansı pisdir, o başqa mövzudur. Mən inşallah o barədə məlumat verəcəm. Yəni Teslaların çoxsunda bildiyim qədər NMC batareyaları idi. LFP-nin tərkibində dəmir olduğuna görə qış vaxtı daha çox itki olur. Mən bildiyim qədər. İnşallah o artıq başqa mövzudur. Uç əməlli başlı isti oldu. Gəlin bunu söndürüm. O bir saniyə. Sağ olun, salamat qalın. İnşallah növbəti videolarda görüşərik.